Herkese salam və kanalıma xoş gəlmisiniz. Sizi kanalımda görməyə çox şadam. Nəhayət ki, mən vaxt tapdım və sizə bu videonu çəkirəm. Yəqin ki, başa düşdünüz hansı videodur bu. Bir ay ərzində nə qədər pul xərcləyirəm produkta. Neçə nəfər artıq yazıb ki, niyə bu videonu buraxmamısan? Özüm üçün çoxdan atçot eləmişəm, hesab apardım. Amma vaxtım yox idi. Həm də evdə səs-küydü. Hamı evə gəlir axşam səs-küy olur deyə. Ona görə mən vaxt tapa bilmirəm ki, sizə bir dənə video çəkim və göstərim. Hər gün sabaha eləyirdim. Yəni sabaha deyirdim ki, sabah çəkəcəm, amma yenə də səhərsi gündə vaxt tapa bilmirdim. Nəhayət ki, bu boyda mesajdan sonra qızlar yazmışdılar ki, hanı sənin video? Utandım və ona görə qərara gəldim ki, bugün nə olur olsun sizin üçün bu video göstərməliyəm. Və gəlin sizə göstərim axırıncı dəfə hansı ayda biz dayanmışıq. Deməli martın 22-sindən aprelin 22-sinə qədər nə qədər pul xərcləmişəm, onu göstərəcəm sizə. Təzə olan qızlar üçün, abunə olan ya da ki elə belə girib mənim bu videomu baxan qızlara başa salın, mən burada deməli nələr yazıram. Burada günlərdir, hansı günlərdir. Sonra burada produktun rasxodu yazıram. Burada paltar, benzin, kommunal və sair başqa şeylər. Misal üçün, ad gününə getmişik toya, ya da ki evin remontuna nəyəsə pul xərcləmişik, ya da ki başqa əlavə nəsə də bir rasxod olur. Onu oraya yazıram. Düzdür, bu mənə maraqlı deyil. Çünki burada elə bir rasxod olur ki, həm yoldaşım pulu xərcləyir, həm də ki mən. Onu mən heç vaxt saya bilmirəm. Çünki yoldaşım rasxod eləyəndə mən nəzarət eləmirəm, saymıram da. Və ona görə burada həmişə düzgün hesab aparılmır. Kommunal bilirəm, çünki evə jirovka gəlir. O jirovkaya baxa-baxa yazıram burada. Benzini də yaza bilirəm, çünki özüm gedirəm, benzini doldururam və bilirəm də nə qədər. Çünki maşını özüm sürürəm. Bizim evdə bir dənə maşın var. Onu da həm yoldaşım, həm mən sürürəm. Çox vaxtı mən sürürəm və ona görə çalışıram ki, çox benzini işlətməyim, biraz qənaət eləyim. Çünki bu summaya baxanda heyfim gəlir. Benzinə niyə bu qədər pul ödəməliyəm ki, özümüzə xərcləyək də. Həm də biz bilirsiniz, ailəvi harasa uzaq bir yerə getmirik və ona görə hayfım gəlir. Yəni biz harasa getsək, bilirəm ki, getmişik, istirahət eləmişik və ona görə benzin xərcləndi. Amma elə belə məktəbə gedib gəlmək üçün bu qədər benzinə pul vermək çox hayfım gəlir. Paltara da nə qədər pul xərcləyirik yazmıram, çünki elə olur ki, həmən ay heç bir şey almamışıq, ya da ki yoldaşım özünə alır, ya uşaqlara alır, ya da ki mən nəsə alıram, ya uşaqlara alıram. Həmişə burada səhv hesab olur deyə, ona görə həm də mənə maraqlı deyil, bunun hesabını aparmıram. Mənim üçün ən maraqlı olan, yəni produkta. Bir ay ərzində mən produkta nə qədər pul xərcləyirəm və bunun hesabını aparıram, yazıram. Çünki bilirəm, məndən başqa heç kim dükana getmir. Yoldaşımla birlikdə gedirik. Yoldaşım tək getsə də həmən günü tez yazıram dəftərə nə qədər pul xərclədi. Amma o elə də tez-tez olmur da. Ən çox mən gedirəm, uşaqları məktəbə aparanda, ya məktəbdən uşaqlarla qayıdanda girirəm dükana, nə lazımdır alıram, qayıdıram. Ya da ki yoldaşım evdə olanda ikimiz birlikdə gedirik, alırıq və gəlirik. Yəni bunun hesabını mən konkret apara bilirəm. Və təzə qızlara başa salın, bu xətt nə deməkdir? Bu xətt o deməkdir ki, mən həmən günü dükana getməmişəm. Çalışıram 2 gündən bir, 3 gündən bir dükana gedirəm, amma arada elə olur ki, hər gün çölə çıxdığıma görə məcbur olursan dükana girirsən. Misal üçün bir dənə çörək alırsan, baxırsan ki, süd evdə yoxdur, süd götürürsən, yumurta evdə azdır, yumurta əlavə qoyursan bu səbətin içinə, sonra hansısa konfet endirimə düşdü, xoşuna gəldiyin konfetin endirimdə görəndə alırsan, atırsan səbətin içinə. Yəni belə xırda-xırda alırsan və qoyursan. Bir çörəyin adınla çıxırsan dükana, amma əlavə başqa-başqa şeylər də səbətə atırsan. Və ona görə məcbur bu qədər summa gəlir. Çalışıram gec-gec gedim. Düzdür, biz məktəbə getməsəydik, evdə otursaydıq, mən evdə nə var ondan hazırlayardım. Amma çölə çıxıram deyə
beynimdə fikirləşirəm evə gedəndə nə hazırlayacağam. Heç şkafın içinə baxmadan girirəm dükana, alıram həmin produktu, evə gəlirəm və başlayıram yemək bişirməyə. Və elə olur ki, hər gün dükana gedirəm. Burada misal üçün 3 gün getməmişəm, sonra yenə 3 gün dalbadal getmişəm. Dalbadal gedəndə dükana özümü o qədər danlayıram ki, deyirəm özünə axı söz vermişdim ki, 2 gündən, 3 gündən bir gedəsən, niyə hər gün gedirsən, nəyəsə pul xərcləyirsən. Amma alınmır da, alınmır. Düzdür, yenə də hamı evdə olsaydı, onda məcbur evdə olan produktdan hazırlayardım. Nəysə, gəlin hesab aparaq. Həm də sizə deyim, qızlar soruşmuşdular ki, ət nə qədər işlədirsən ay ərzində? Mən ayda bircə dəfə ət alıram. O da 3 kilo yarım, 4 kiloya yaxın ət alıram və bir ay ərzində onu yeyirik. Elə olur ki, orada hardasa 1-2 briketlə mən eləyirəm də, sizə göstərmişdim. 1-2 dənə briket qalır növbəti aya. Çünki bir ay ərzində ancaq ət yemirik də. Əlavə toyuq da alırıq, balıq da alıram. Düzdür, balıq gec-gec alıram. Çünki uşaqlar xoşlamırlar. Özüm balığı dəhşət çox sevirəm. Amma uşaqlarım elə də xoşlamır. Alıb gətirirəm, qızardıram. Yoldaşımla ikimiz yeyirik. Uşaqlar elə belə qurdalanırlar, sonra tullayırlar və yemirlər. Məcbur eləyirəm. 1-2 dəfə dişləyirlər və qalanı yemirlər. Çox pis oluram, əsəbləşirəm, amma istəmirlər də, xoşlamırlar. Düzdür, balıq çox faydalıdır, amma ki uşaqlar yeməyəndən sonra alıb gətirməklə deyil ki, ona görə yəni tək ət yemirik. Şey də yeyirik, nə deyim, toyuq da alıram, filiyə, nə bilim, belə şeylər də yeyirik. Sonra şeyi soruşmuşdular qızlar, kərə yağı nə qədər işlədirəm. Elə olur ki, ayın əvvəli 1 kilo kərə yağı alıram və ayın axırı. Və bir ay ərzində deməli 2 kilo yağ alıram, amma hardasa 1 kilo yarım işlədirəm. Qalan yarım kilo gedir o birisi aya. Və o birisi ayda da yenə bircə dənə 1 kilo alıram və həmən o qalan hissəni işlədirəm. Yəni bir ay ərzində 1 kilo yarım yağ işlədirəm. Onunla da səhər zavtraka eləyirik, ya da ki, misal üçün şirniyyat zad hazırlayanda o yağdan şirniyyat hazırlayıram. Yemək bişirməyə qaynanam sağ olsun, o bizə vermişdi, təmiz nehrə yağı özü düzəltmişdi. Lazımlı qədər verdi bizə. Artıq demək olar ki, 1 ildir necə biz kənddən gəlmişik, hələ də mən o yağı işlədirəm. Və arada xörəyə zeytun yağı qarışdırıram. Biraz nehrə yağı, biraz zeytun yağı, biraz da arada adi, nədir onun adı, günəbaxan yağı qatıram. Belə də, yəni hərəsindən biraz eləyirəm. Yeməyə də çox yağ qatmıram. Çünki biz elə də çox yağlı yeməkləri xoşlamırıq. Nəysə, belə. Deməli, bir ay ərzində produktda 404 manat pul xərcləmişəm. Burada görürsünüz, yazmışam. Artıq növbəti aya da keçmişəm. Bugün ayın 1-idi, mayın 1-i. Bugün də dükana getmişəm, 16 manat 20 qəpik xərclədim. Görürsünüz, mən hələ davam eləyirəm. Düzdür, sizə atçot eləməmişəm də, çünki unutmuşam. Amma özüm üçün hesabı apardım, yazdım və yenə də davam eləyirəm. Keçən ayla əgər müqayisə eləsək, keçən ay 381 manat pul xərcləmişdim. Bu ay biraz çox xərclədim, amma elə də çox deyil, normaldır. Ondan qabaqki ay 450 manat pul xərcləmişəm. Yəni çalışıram ki, 500 manatı keçməyim də, yəni 500 manata qədər, ona yaxın olan hesaba qədər şey eləyim də, bazarlıq eləyim. Ondan yuxarı keçməyim. Sonra benzina 150 manat pul xərclədik. Keçən ay 120 manat idi. Çünki martda bayramlar idi. Hardasa neçə 15 gündə deyəsə 2 həftə, yoxsa 2 həftə yarım məktəbə getməmişik, evdə oturmuşduq və ona görə keçən ay benzina az pul getmişdi. Bu ay çox getdim. Sonra ən axırda da kommunalı sizə göstərim. 9 manat 80 qəpik suya xərcləmişik. Keçən ay da deyəsə 9 manat 80 qəpik idi. Yox, keçən ay 5 manat 60 qəpik idi suda. Amma bu ay niyə belə çox gəldi? Çünki artıq biz ağacları, güllərimizi sulayırıq və növbəti ayda daha da çox. Gəldi. Gəldi, görürsünüz, 25-i.
Hə, 25-i gəldi. 11 manat 20 qəpik və yenə də daha da çox gələcək. Çünki hər gün sulamaram, amma bundan sonra hər gün sulamaq lazımdır. Sonra işıq 19 manat 80 qəpik, keçən ayda 19.80 gəlmişdi. Standartdır da işıq bizdə. Qaz 50 manat, nəhayət ki, çox sevindirici rəqəmdir bu. Keçən ay 65 manat idi. Ondan qabaqki ay 82 manat idi. Get-gedə qazın summası azalacaq. Biz hələ də kombi yandırırıq, çünki havalar soyuq idi, yağışdan sonra çox soyuq olmuşdu. Ona görə biz hələ də qazı söndürməmişik, kombini söndürməmişik. Bugün hava qəşəng idi, əslində söndürmək olar, amma axşam biraz sərin oldu deyə dedim ev yenə buza dönəcək, ona görə söndürmədim. Evdə biraz sərin olanda adam iş görmək istəmir. Ancaq istəyirsən uzanassan, adyalanın altında uzanassan, isti çay içəsən və televizora baxasan, başqa heç bir şey eləmək istəmirsən. Çünki üşüyürsən. Amma evdə isti olanda rahat nazik paltarlarla gəzirsən, əksinə oturmaq istəmirsən, nəsə bir iş görmək istəyirsən, nə bilim, məndə misal üçün belədir. Və internet 27 manat, o həmişə eyni summa olur internet. Burada da 27, orada da 27. Yəni internet həmişə eyni summa gəlir. Belə. Mən növbəti aya başladım keçməyə, davam eləyirəm. Yəni bu o demək deyil ki, biz bir ay ərzində bu qədər pul xərcləmişik. Biz bir ay ərzində bundan 2 qat çox pul xərcləyirik. Sadəcə mən onu yazmıram da, mənə maraqlı deyil nəyə xərclədik. Fakt bilirəm də nədir o, misal üçün toya getmişik, ad gününə getmişik, ya da ki evə nəsə, stroy materialdan nəsə almışıq, belə şeylər. Mənim üçün ən maraqlı və ən vacib o produktun qədəridir, nə qədər xərcləmişik. Bəzi qızlar yazırlar ki, ay başını niyə xarab eləyirsən, niyə hesab aparırsan, sonra havalanarsan, nə bilim nə, buna oxşar kommentlər yazırlar. Əslində heç kim mənə məcbur eləmir. Yoldaşım əslində deyir ki, lazım deyil, nə edirsən sən, nə yazırsan. Mən bunu özüm üçün eləyirəm. Mənim özümə çox maraqlıdır. Mən ay ərzində nə qədər produkta pul verirəm, çalışıram az xərcləyim. Lazımlı şeylər alım, artıq şeylər almayım. Misal üçün şirniyyatları dəhşət çox sevirəm. Bilirəm ki, ziyandır, amma ki mən onlarsız yaşaya bilmirəm. Evdə şirniyyat olanda yeməsəm də içim çox rahatdır ki, evdə atışdırmalı nəsə var. Amma evdə atışdırmalı bir şey yox olmayanda, yəni şirniyyat ya da ki konfet, şokolad olmayanda özümü çox narahat hiss edirəm. Elə bilirəm ki, nəsə çatmır. Amma nə bilim, belədir da məndə. Və çalışıram dükandan yox, özüm hazırlayım. Dükandan almağı sevmirəm, çünki çox rasxod olur. Həm içində miqdarı azdır, həm də ki bahadır. Amma evdə hazırlayırsan, həm çox çıxır, həm də ki qənaətli olur da. Arada düzdür, bezəndə gedirəm dükandan alıram. Amma çox vaxtı çalışıram özüm hazırlayım. Nəysə, sizə göstərdiyim ay ərzində nə qədər pul xərclədim. Produkta 404 manat xərclədim. Mənə maraqlıdır sizdə nə qədər rasxod oldu. Bilirəm ki, siz də hesab aparırsınız. Mənə çox xoş oldu ki, bu videonu siz bəyəndiniz və deyirsiniz davam elə, çoxlu çək belə videoları. Mənə çox xoş oldu və siz tərəfdən də çox maraqlıdır ki, siz ay ərzində nə qədər pul xərcləyirsiniz. Biz bir şəhərdə yaşayırıq da, Bakıda, amma başqa-başqa rayonlarda yaşayırıq. Çox maraqlıdır ki, sizdə rasxod nə qədər olur və ailədə neçə nəfərsiz. Biz 5 nəfərik və rasxodumuz baxın belə olur da. Yəni keçən ayda göstərmişdim, bu ayda göstərmişəm və davam eləyirəm, yazıram. Videom artıq yavaş-yavaş sona gəlir, çatır. Hər birimizə uğurlar arzulayıram. Çalışın, qənaət eləyin. Çoxlu rasxod eləməyin, vacibli olan şeyləri alın. Həm vacibli olsun, həm də ki, bişirəndə dadlı olsun. Hər birimizə uğurlar arzulayıram. Mən davam eləyirəm hesabı yazmağa. Siz də yazmısınızsa mütləq bölüşün, mənə rəylərdə yazın. Videonu baxdığınıza görə hər birinizə təşəkkürümü bildirirəm. Mütləq like eləməyə unutmayın. Rəy bölməsində də smailik saxlamağa da unutmayın. Və ən vacibi, əgər mənim kanalıma hələ də abunə olmamısınız, onda mütləq və mütləq kanalıma abunə olun.
Mən isə həmişəki kimi öz tərəfimdən hər birinizə can sağlığı arzulayıram. Sevdiklərinizi unutmayın. Biz isə növbəti vloqda mütləq və mütləq görüşərik. Hələlik.